Peyğəmbər keçirdi, gördü, sahabələri ilə keçirdi. Gördü, uşaqlar yığışıblar bir yerə oynayırlar. Peyğəmbər sahabələrinin yanında baxdı uşaqlara, baxandan sonra dedi, vay olsun axır zamanda yaşayan ataların halına. Dedi, yandılar sahabələr. Ya Resulallah, yəqin ki atalar ki sən dedin burada, müşrikləri nəzərdə tutmuşdun. Axır zamanda yaşayan müşrikləri nəzərdə tutmuşdun. Axır zaman bilirsiniz də vaxt. Axır zaman yəni bu günlər. Yəqin ki sən müşrikləri nəzərdə tutdun. Dedi, yox. Dedi, mən müsəlman ataları nəzərdə tutmuşam. Diyandılar sahabələr, baxırlar, niyə ya Resulallah? Dedi, elə atalar olacaq o dövrdə ki, nə övladına vacibi öyrədəcək, Allahın vacib buyurduğu məsələlərin heç birini öyrətməyəcək. İşi fikri budur. Pul qazanım, övladımın maddi tərəfini təmin edeyim, qutardı getdi. Məsələ bitdi. Elə bilir vəzifə budur. Dedi, vay olsun bu ataların halına. Çünki övladlarına vacibi məsələləri öyrətmir, övladına öyrətmir namaz nə olan şeydir. Ana qızına öyrətmir hicab nə olan şeydir. Bunların heç birini öyrətmir bunlar. Vay olsun belə insanların halına. Və sonra arxasıcan buyurdu, belə atalar bəzi vaxtlar da övladların qarşısında sədd olarlar. Övlad dini öyrənmək istəyir, sədd olar qarşısında. Belə ata-analar da var. Sədddir. Qoymur ata övladı dindən neysə əldə eləsin. Görürsən bir övlad dinə gəlib, namaz qılır, ibadət edir, itaət edir, indi toyu olacaq, istəyir toy eləsin özünə. Ata durub qabağında mümkün deyil. Sən dini toy eləməyəcəksən. İslami toy olmaz. Ata niyə olmaz? Axı vaxtında mən getmişəm filan kəsin toyuna, üzr istəyirəm dönə-dönə sizdən. İçki içmişəm, indi mən verməyim ona. Axı verməsəm gəlməyəcəklər. Vay, vay, vay. Ayıb deyə bu söz. Bir toy ki, ata eləyir toyu, onun toyuna gələnlər yeməyinə görə gəlir, içkisinə görə gəlir, heç gəlməsinlər. Bu nə dostluqdur, bu nə qohumluqdur ki, yeməyə görə gəlir süfrəyə. Verməsəm gəlməyəcəklər. Biraz da o tərəfə geçsəm, oynamışam filan kəsin toyunda. Gələ oynasınlar axı toyunda. Ata sədd dedi, yanıb. Bu atalara bilsən necə övladlar lazımdır. Bu atalar eşitməyib bəzi övladları. Ki övlad bəzi vaxtlar ataya necə zülümlər eləyir. Allahdan uzaq düşən övladlar. Onları ki görməyib, hələ başa düşmür nə var nə yox. Durub sədd kimi qabağında imkan vermiş. Belə insanlar da var. Qul, Peyğəmbər de, innəl xasirin əlləzinə xasiru ənfusəhum və əhlihim yevməl qiyamə ələ zəlikə huvəl xusranul mubin. Peyğəmbər sənə deyim, sən çatdır insanlara, bilirsən ən böyük ziyanın sahibi kimdir? Ən çox ziyan çəkən kimdir? Tanıtdırım onlara sənə. O kəslər ki, həm özlərinə ziyan verdilər, həm ailələrinə. Həm özü ibadət eləmədi, itaət eləmədi, həm övladının qarşısında durdu. Övlad istəyirdi, itaət eləsin, ilahi qanunları icra eləsin, nə ata qoydu, nə ana. Tanıtdırım bunları sənə. Bax, belə insanlar var. Bunlar həqiqətən ziyan içindədirlər. Başa düşmürlər indiki dünyada. Onu qiyamətdə başa düşdürlər. Orada da qayıtmaq istəyəcəklər, deyəcəklər daha mümkündür. Əl-yevm, yevmul əməl, qədən yevmul hisab. Bugün əməl günü, sabah hesab kitabdır. Orada əməl yoxdur. Qayıtmaq istəyirəm, mümkün deyil. Bu qədər sənə dedilər, başa saldılar, peyğəmbərlər gəldi, imamlar gəldi, kitab göndərildi, xutbələr eşidirdiniz, gəlirdi, qulağınıza çatırdınız. Bəs niyə əməl eləmirdiniz? İndi ayrılsan. Bəzi vaxtlarda ana mane olur övladın qabağında. Ana bəzi vaxtlar yoldaşına deyir ki, məsələn deyirəm də, bir misallar da çəkirəm sizə. Get kompüteri al, ver bu uşağa, oynasın, mənim başım dinc olsun bunun əlinə. Uşaq da oynayır o oyunları. O oyunlar da elə hazırlanıb ki, xəbəri yoxdur insanların. Nə oynayır orada?
oynayır orada adam öldürmək. Maşını sürür məsələn, vurur adamın üstündən çıxır. Başa düşmür, ana ata neynir? Rəhm hissin çıxardır uşağın qəlbindən. Uşaq onu oynaya bilirsən nələr fikirləşir. Adamın üstünə çıxmaq da olar, adamı öldürmək də olar. Ana biraz rahatçılığı üçün övladının gününü bərbad günə qoyur. Bəzi oyunlar da var, düzəldilib də olar hamısı. Ki görürsən, üzr istəyirəm sizdən dönə-dönə. Var orada bəzi haram səhnələr ki, uşaq da baxır, 5 yaşında uşaq baxır ona. Deməklə təsirləmir, təsirin qoyub. Təsiri bilirsiniz nə vaxt olacaq? İnsan gec olacaq, ayılacaq. O deyir, ustad, bir xətib həmişə xütbə eləyər, dərs keçərdi tələbələrə. Bir dənə tələbəsi var idi, həmişə dərs başlayandan yatırdı, dərs qutaranda oyanırdı, çıxıb yerdi. Bu işi bu idi. Bu gün dərsə gəlib də. Bir gün deyir, ustad yenə dərs deyir, tələbə də o tərəfdə deyir, birdən oldu da, neysə yuxu gördü, bilmirəm nə oldu, ayıldı. Ayıldı, belə baxdı, bir səhnə gördü də, burada dərs gedir, müəllim danışır. Bu vaxtda sən dərs görməyib baxır. Ustad da gördü, onu təəccüblü baxır. Zət dözmədi ustad, baxdı ona dedi, bala, sən yat hələ. Hələ yatmaq vaxtıdır. Dərs qutaranda ayılarsın sən. Sən hələ yatan vaxtındır. Ata da gec ayılır. Sədd olurlar bəzi vaxtlar. Övladın vəzifə borcudur ata-ananın sözünə qulaq assın. Övladın vəzifə borcudur ata-ana əgər onu Kərbəla ziyarətinə hətta belə icazə vermədi, getməsin. Haramdır getmək. O səfərdəki namaz qılacaq, gələr namazların tam qılsın. Bilirsiniz, haram səfərdə namaz tamdır. Kərbəlaya gedir, olmaz. Ata qoymur. Amma ata-ana ki, insanı, uşağı vadar eləyir günaha, dəvət eləyir harama da orada övlad deyir, ana, ata, sənə qurban olun, canım sənə qurban, amma da burada yox. İstəyirsən əyilim ayaqlarının altından öpün, mümkündür bu. Amma burada yox. Amma da qışqır bağır yox ha. 5 gündür namaza gəlib, 5 gündür. Evdə qırğın eləyir. Elə bilir ki, da cihad eləyir, atası ilə anası ilə vuruşur. Bu olmaz, qışqır, bax, elə yox. Mədəni, ədəblə, ərkanla. Valla lazım olsa ananın ayağından da öpürlər. Atanın ayağından da öpürlər, nə olar ki? Üzündən öpürlər, ata, olmaz, incimə. Olmaz, o da başa düşər. Yəni başa düşmədə özü bilər. Quranda ayə də buyurur, Maidə surəsi 32-ci ayə, deyir, bir insan bir nəfəri öldürsə, bir nəfəri. Elə bil dünyada nə qədər insan yaşayır, hamısını öldürüb, onun cəzasını verərlər buna. İmam Sadiq əleyhissalam dedi, bilirsiniz bunun mənası nədir? Bunun mənası budur, bir şəxsi dindən məhrum eləyən, onun ruhunu öldürən, mənəviyyatın xaraba günə qoya, ilahi yolda onu ilə Allahın qarşısında sədd ola, bu insan onun mənəviyyatını öldürüb, bu insana verilən cəza, elə bir neçə milyard insan var dünyada, hamısını öldürüb, onun cəzası verilər bu insan. Bəndə tab getirir bunlara. Bu qədər insanın hamısını öldürürsən, onun cəzasını verirlər. Və övlad tərbiyəsində bəzi maniyələr var. Onlardan müğayət olmaq lazım. Bəzi maniyələr var, müğayət olmaq lazımdır. Onlardan biri mühitin təsiridir. Çox müğayət olun övladlarımızdan. Mühit təsir eləməsin. Mühit təsir eləməsin. Bəzi vaxtlar mühit təsir edir. Uşağa demirəm azadlıq verməyin, azadlıq verin. Uşağı dəymə düşər eləmək olmaz. Xüsusilə o ailələrə deyirəm ki, ilkin uşağıdır. Uşağı eləyiblər dəymə düşər. Oturma, qaçma, oynama. Bunlar lazımdır, uşağa azadlıq ver. Hədisdir, əl-vələdu seyyidun 7 sinin. Uşaq 7 yaşayacan ata, sənin ağındır. Bunun mənası nədir? Uşaqla işin yoxdur. Qoy oynasın, o tərəfə, bu tərəfə. 7 yaşayacan sənin ağındır. Amma bunun mənası bu deyil ki, onu sən nəzarətsiz saxlayasan. Nəzarətdə. Ata övladının haqqında düşünməlidir. Mənim oğlumun dostları kimdir? Oğlum kimdən oturur durur? Qızım, rəfiqələri kimdir?
getməlidir məktəbə hərdən, gedib maraqlanmalıdır müəllimlərlə. Dostlarına baxmalıdır, görməlidir kimdir. Bilirsiniz də nə pis zəmanədir. Bir də gördüm qurşandı uşaq. Bilirsən nə qədər elə atalar, analar ağlaya gəlirlər insanın qarşısında dayanırlar, deyirlər nə olar oğlumu oradan çıxart. Milyonu var. Nə olsun o milyonlar? Oğul gedəndən sonra, övlad gedəndən sonra nə inirsən o milyona? Heç nə lazım deyil. Azadlığı ver, amma nəzarət altında. 7 yaşayacan ona azadlıq ver. O sənin ağondur. Arxasıcan buyurur və əbdun 7 sinin. Da 7-dən o tərəfə yox. Deyirsən, oğul, bugünəyəcən sən ağa idin, mən qul idim. Da bugündən sonra 7 yaşayacanda, yəni 14 yaşayacanda mənəm ağa, sən qul. Yəni 7 yaşdan o tərəfə da başlayın. Bala namaz qəşəng şeydir. Bəlkə oruç tutasan, demirəm axşamayacan, gün ortayacan qoy tutsun. İşin yoxdur. O gün ortayacan tutsun. Onun o gün ortayacan tutduğu oruç mənim o bir ay ki tuturam, özümə deyirəm. Bir ay ki tuturam, ondan yaxşıdır. İşin yoxdur. Qoy tutsun gün ortayacan. Namazı başa sal asta. Gördün namaz qılır, gətir hədiyyə al ver. Uşaqdır, hədiyyə al ver. Ata var, illərlə balasına hədiyyə alıb verməz. Başqasına hədiyyələr alar verər. Başqasına. Yəqin ki, başa düşürsünüz nə demək istəyirəm. Amma oğluna bir dənə hədiyyə, qızına gətirib bir dənə hədiyyə alıb verməz. Müstəhəbbi daha hədiyyə vermək, ona görə verir onlara. Özü verməzdi. Övladıma da bax. Övladın namaz qıldı, itaət elədi, onu neysə belə şirinləşdir onun üçün ibadət itaəti. Deyir 7 yaş nədir? Da o sən onun ağası, o sənin qulundur. Və vəzirun 7 sinin. Da ondan sonraki 14'ü keçdi, o olur sənin vəzirin. Da sənin yardımcın olur. Vəzir şahı necə olur? Da olur yardımcısı sənin. Sənin əlindən tutur, kömək edir ataya. Uşağı belə tərbiyə edin. Və bu bizə tapşırılır. Uşağa azadlıq verirsən. Peyğəmbər keçirdi, gördü, səhabələrlə keçirdi. Gördü, uşaqlar torpaqla oynayırlar. Səhabələr gəldi. Neyinirsiniz? Utanmırsınız, üstü başınızı batırırsınız. Bəzən onlar olmur. Uşaq üstü batanda vurur, döyür. Nə olar, uşaqdır da oynadı. Niyə belə edirsiniz? Peyğəmbər baxdı, dedi, işimiz yoxdur uşaqlarla. Ət-turab rabi'us sibyan. Torpaq uşaqların baharıdır. Uşaqlar oynasınlar torpaqda. Yəni azadlıq var. Amma necə azadlıq? Nəzarət altında olan azadlıq. O uşaqdır. O aza bilər. Gözün üstündədir. Uşaq bizim sərmayədir ya. Kimin ki uşağı var, övladı var, sərmayəsidir. Sərmayədən müğayət olmaq lazımdır. Şeytan həm səndən narahatdır, həm də sənin övladından. Çünki bilir ki onu yetişdirsin. Sabah onu ilə düşman olacaq. Ona görə indidən istəyir əlindən alsın. Sərmayəndir sənin. Oğruya bənzəyir şeytan. Oğru kimin evinə gedər? İmkanlının evinə gedər də. Tabi gəlib mənim evimə gəlməyəcək ki, o nəyə bilir ki, heç nə yoxdur da. Oğrunun evinə gedər. İmkanlının evinə gedər. O yadıma düşdük o deyim. Bir nəfər var idi, kasıbın biri idi. Oğru gecə vaxtı gəldi, bunun evinə daxil oldu. Neysə ayağı deydi o yana bu yana, tərpəndi neysə. Gecə saat 3'də oğurluğa girib də iş görür. Halal zəhməti ilə işləyir. Girdi içəri, deyib, baxdı o yana bu yana. Ayağı deydi, ev yəsi oyandı. Ev yəsi oyanan kimi oğruya baxdı, güldü. Bu da baxdı, təəccüb elədi, sən niyə gülürsən? Dedi, bizə niyə gülürəm? Dedi, yox. Dedi, ay rəhmətliyin nəvəsi, mən günün gün orta çağım. Bu evdə bir keçörək axtarım, onu tapa bilmirəm. Gecə vaxtı nəyə gəlmirsən mənim eviməsə? Bu qaranlıqda nə tapacaqsan? Oğru baxır, imkanlını gördü, gedir onun evinə. Ondan oğurlayır. Sən də imkanlısan. Sən fəqir deyilsən, imkanlısan, sənin övladların var, sənin sərmayəndir. Şeytan istəyir onları oğurlasın. Vermə ki mən. Həm anaya tövsiyəmdir, həm ataya. O bir. 2 mühüt maniyədir. 2. Ata-ana özünü islah eləməsə, övladını islah eləyə bilməz.
ata, ana özünün islahından başlamalıdır. Bütün islahatların kökü nəfsin islahından başlayır. Əgər mən özümü islah eləməmişəmsə, övladlarımı islah eləyə bilməyəcəm. Mən oğluma deyirəm ki, oğul çalış insanlarla kobud rəftar eləmə, amma bizdən uzaq olsun, bizlərdən hamımızdan uzaq olsun. Amma bu kişi oğluna deyir ki, oğul kobud rəftar eləmə insanlarla, oğlunun gözünün qabağında öz həyat yoldaşı ilə kobud rəftar edir. Qışqırır üstünə, heç nəyin üstünə görə, danlayır, heç nəyin üstündə. Allah uzaq eləsin, mən bu xütbəyə toxunacam, ailə hüququ, indi istəmirəm danışım, amma üstündən keçirəm. Bəzi vaxtlar görürsən, övladın gözünün qarşısında ata ananı vurur, bayırda da gezəndə elə gezir, təvazukarlıq tökülür onun simasından, nur tökülür simasından, amma evdə əziyyət verir xanımına, övlad da bunu görür, bu kişinin qəlbində zərrə qədər rəhim var yoxsa yox, ananın gözünün qabağında uşaq döymirlər. Mən demirəm, ana uşağın gözünün qabağında olmayanda qıraq vaxtlar döyəsən, nəuzubillah. Amma kobudluq tapşırır eləmə, özü kobuddur. Bu uşağı necə tərbiyə edəcək? Heç cürə. O da hədislərdə var, Əs-səidu səidun fi bətni ummih və şəqiyyü şəqiyyun fi bətni ummih. Xoşbəxt insan ana bətnində xoşbəxtdir, bədbəxt ana bətnində bədbəxtdir. Bilirsiniz mənası nədir? Mənası budur. Ana, ata özünü islah eləməyib, necə ananın zahiri görkəmi, necə atanın zahiri görkəmi uşağın simasına keçir, batini də o şəkildə uşağın batininə keçir. Yəni mən özümü islah eləməliyim. Yalandan uzaqlaşmalıyam, göz naməhrəmə baxmamalı, qeybətdən uzaqlaşmalıyam. Bunların hamısının təsiri var, vallahi billahi uşağa. Hamısının. Niyə tapşırırlar, dönə-dönə özür istəyirəm sizdən. Niyə tapşırırlar toyun axşamı həm xanım namaz qılsın ilk, həm kişi namaz qılsın, niyə? Çünki namazın xüsusiyyəti nədir? İnnəs-salat tənhə anil fəhşəy vəl-münkər. Namaz insanı çirkinliklərdən uzaqlaşdırır, yəni saflaşdırır. Allah istəyir başa salsın ki, ay insan saflaş, ay ata saflaş, ay ana pak ol ki, bundan sonra bir dənə nəslin təməlini qoyursan sən. Namaz qıl, ikisi də ondan sonra. Demirəm Fatihədən sonra da Bəqərə surəsini oxusun. Bu da qul huvallah qısa qutardı. Amma oxusun, dua eləsin. Bunlar tövsiyə olur. Mən mənası bu deyilə, ata pis olsun, 100% bala pis olacaq. Ola bilər, yaxşı olsun. Amma təcrübə bunu göstərir ki, ata, ana günah əhli olsa, övlad da pis olur. Muaviyyə, oğlu Yezid. Yezidin də oğlu vardı, Muaviyyə. Muaviyyə, xəlifə oldu Yeziddən sonra. Çıxdı minbərə, dedi, cəmaat, Allah babam Muaviyyəyə də lənət eləsin. Allah atam Yezidə də lənət eləsin. Allah bunların hamısına lənət eləsin. Mən xəlifə deyirəm. Xəlifə axtarırsınız. Xəlifə Mədinədə İmam Səccaddır. Çıxdı bunlar. Peyğəmbər keçirdi, gördü, sahabələr ilə keçirdi. Gördü, uşaqlar yığışıblar bir yerə oynayırlar. Peyğəmbər sahabələrinin yanında baxdı uşaqlara, baxandan sonra dedi, vay olsun axır zamanda yaşayan ataların halına. Dedi, yandılar sahabələr. Ya Resulallah, yəqin ki atalar ki sən dedin burada, müşrikləri nəzərdə tutmuşdun. Axır zamanda yaşayan müşrikləri nəzərdə tutmuşdun. Axır zaman bilirsiniz də vaxt. Axır zaman yəni bu günlər. Yəqin ki sən müşrikləri nəzərdə tutdun. Dedi, yox. Dedi, mən müsəlman ataları nəzərdə tutmuşam. Diyandılar sahabələr, baxırlar, niyə ya Resulallah? Dedi, elə atalar olacaq o dövrdə ki, nə övladına vacibə öyrədəcək, Allahın vacib buyurduğu məsələlərin heç birini öyrətməyəcək. İşi fikri budur. Pul qazanım, övladımın maddi tərəfini təmin edeyim, qutardı getdi. Məsələ bitdi. Elə bilir vəzifə budur. Dedi, vay olsun bu ataların halına. Çünki övladlarına vacibi məsələləri öyrətmir, övladına öyrətmir namazına olan şeydir.
Ana qızına öyrətmir hicab nə olan şeydir. Bunların heç birini öyrətmir bunlar. Vay olsun belə insanların halına. Və sonra arxasıcan buyurdu, belə atalar bəzi vaxtlar da övladların qarşısında sədd olarlar. Övlad dini öyrənmək istəyir, sədd olar qarşısında. Belə ata-analar da var. Sədddir. Qoymur ata övladı dindən neysə əldə eləsin. Görürsən bir övlad dinə gəlib, namaz qılır, ibadət edir, itaət edir, indi toyu olacaq, istəyir toy eləsin özünə. Ata durub qabağında mümkün deyil. Sən dini toy eləməyəcəksən. İslami toy olmaz. Peyğəmbər keçirdi, gördü, sahabələr ilə keçirdi. Gördü, uşaqlar yığışıblar bir yerə oynayırlar. Peyğəmbər sahabələrinin yanında baxdı uşaqlara, baxandan sonra dedi, vay olsun axır zamanda yaşayan ataların halına. Dedi, yandılar sahabələr. Ya Resulallah, yəqin ki atalar ki sən dedin burada, müşrikləri nəzərdə tutmuşdun. Axır zamanda yaşayan müşrikləri nəzərdə tutmuşdun. Axır zaman bilirsiniz də vaxt. Axır zaman yəni bu günlər. Yəqin ki sən müşrikləri nəzərdə tutdun. Dedi, yox. Dedi, mən müsəlman ataları nəzərdə tutmuşam. Diyandılar sahabələr, baxırlar, niyə ya Resulallah? Dedi, elə atalar olacaq o dövrdə ki, nə övladına vacibi öyrədəcək, Allahın vacib buyurduğu məsələlərin heç birini öyrətməyəcək. İşi fikri budur. Pul qazanım, övladımın maddi tərəfini təmin edeyim, qutardı getdi. Məsələ bitdi. Elə bilir vəzifə budur. Dedi, vay olsun bu ataların halına. Çünki övladlarına vacibi məsələləri öyrətmir, övladına öyrətmir namaz nə olan şeydir. Ana qızına öyrətmir hicab nə olan şeydir. Bunların heç birini öyrətmir bunlar. Vay olsun belə insanların halına. Və sonra arxasıcan buyurdu, belə atalar bəzi vaxtlar da övladların qarşısında sədd olarlar. Övlad dini öyrənmək istəyir, sədd olar qarşısında. Belə ata-analar da var. Sədddir. Qoymur ata övladı dindən neysə əldə eləsin. Görürsən bir övlad dinə gəlib, namaz qılır, ibadət edir, itaət edir, indi toyu olacaq, istəyir toy eləsin özünə. Ata durub qabağında mümkün deyil. Sən dini toy eləməyəcəksən. İslami toy olmaz. Ata niyə olmaz? Axı vaxtında mən getmişəm filan kəsin toyuna, üzr istəyirəm dönə-dönə sizdən. İçki içmişəm, indi mən verməyim ona. Axı verməsəm gəlməyəcəklər. Vay, vay, vay. Ayıb deyə bu söz. Bir toy ki, ata eləyir toyu, onun toyuna gələnlər yeməyinə görə gəlir, içkisinə görə gəlir, heç gəlməsinlər. Bu nə dostluqdur, bu nə qohumluqdur ki, yeməyə görə gəlir süfrəyə. Verməsəm gəlməyəcəklər. Biraz da o tərəfə geçsəm, oynamışam filan kəsin toyunda. Gələ oynasınlar axı toyunda. Ata sədd dedi, yanıb. Bu atalara bilsən necə övladlar lazımdır. Bu atalar eşitməyib bəzi övladları. Ki övlad bəzi vaxtlar ataya necə zülümlər eləyir. Allahdan uzaq düşən övladlar. Onları ki görməyib, hələ başa düşmür nə var nə yox. Durub sədd kimi qabağında imkan vermiş. Belə insanlar da var. Qul, Peyğəmbər de, innəl xasirin əllezine xasiru ənfusəhum və əhlihim yevməl qiyamə. Əla zəlikə huvəl xusranul mubin. Peyğəmbər sənə deyim, sən çatdır insanlara, bilirsən ən böyük ziyanın sahibi kimdir? Ən çox ziyan çəkən kimdir? Tanıtdırım onlara sənə. O kəslər ki, həm özlərinə ziyan verdilər, həm ailələrinə. Həm özü ibadət eləmədi, itaət eləmədi, həm övladının qarşısında durdu. Övlad istəyirdi, itaət eləsin, ilahi qanunları icra eləsin, nə ata qoydu, nə ana. Tanıtdırım bunları sənə. Bax, belə insanlar var. Bunlar həqiqətən ziyan içindədirlər. Başa düşmürlər indiki dünyada. Onu qiyamətdə başa düşdürlər. Orada da qayıtmaq istəyəcəklər, deyəcəklər daha mümkündür. Əl-yevm, yevmul əməl, qədən yevmul hisab.
Bugün əməl günü, sabah hesab kitabdır. Orada əməl yoxdur. Qayıtmaq istəyirəm, mümkün deyil. Bu qədər sənə dedilər, başa saldılar, peyğəmbərlər gəldi, imamlar gəldi, kitab göndərildi, xutbələr eşidirdiniz, gəlirdi, qulağınıza çatırdınız. Bəs niyə əməl eləmirdiniz? İndi ayrılsan. Bəzi vaxtlarda ana mane olur övladın qabağında. Ana bəzi vaxtlar yoldaşına deyir ki, məsələn deyirəm də, bir misallar da çəkirəm sizə. Get kompüteri al, ver bu uşağa, oynasın, mənim başım dinc olsun bunun əlinə. Uşaq da oynayır o oyunları. O oyunlar da elə hazırlanıb ki, xəbəri yoxdur insanların. Nə oynayır orada? Oynayır orada adam öldürmək. Maşını sürür məsələn, vurur adamın üstündən çıxır. Başa düşmür, ana ata neynir? Rəhm hissin çıxardır uşağın qəlbindən. Uşaq onu oynaya bilirsən nələr fikirləşir. Adamın üstünə çıxmaq da olar, adamı öldürmək də olar. Ana biraz rahatçılığı üçün övladının gününü bərbad günə qoyur. Bəzi oyunlar da var, düzəldilib də olar hamısı. Ki görürsən, üzr istəyirəm sizdən dönə-dönə. Var orada bəzi haram səhnələr ki, uşaq da baxır, 5 yaşında uşaq baxır ona. Deməklə təsirləmir, təsirin qoyub. Təsiri bilirsiniz nə vaxt olacaq? İnsan gec olacaq, ayılacaq. O deyir, ustad, bir xətib həmişə xütbə eləyər, dərs keçərdi tələbələrə. Bir dənə tələbəsi var idi, həmişə dərs başlayandan yatırdı, dərs qutaran. Peyğəmbər keçirdi, gördü, sahabələr ilə keçirdi, gördü, uşaqlar yığışıblar bir yerə oynayırlar. Peyğəmbər sahabələrinin yanında baxdı uşaqlara, baxandan sonra dedi, vay olsun axır zamanda yaşayan ataların halına. Dedi, yandılar sahabələr. Ya Resulallah, yəqin ki atalar ki sən dedin burada, müşrikləri nəzərdə tutmuşdun. Axır zamanda yaşayan müşrikləri nəzərdə tutmuşdun.